İlk növbədə sizi salamlayıram. Dərin minnətdarlığımı bildirirəm ki, mənim yanıma gəlmisiniz. Özüm haqqında nə deyə bilərəm? 1959-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Yasamal rayon 175 sayılı məktəbdə təhsil almışam. Ondan sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinə Hüquq fakültəsinə daxil olub 1982-ci ildə də bitirmişəm. Həmin 1982-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə Baş İstintaq İdarəsinin nəzdində Səbail rayon polis şöbəsinə müstəntiq təyin edilmişəm. 1985-ci ildən Daxili İşlər Nazirinin Baş İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə baş müstəntiq müəyyən dövrdən sonra məni göndəriblər təhlükəsizlik orqanlarına və orada uzun illər çalışmışam. Orada əvvəl xüsusilə mühüm işlər üzrə baş müstəntiq, sonra şöbə rəisi və idarə rəisinin müavini. Möhtərəm Prezidentin 2010-cu ilin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuşam və hakim işlədiyim dövr 14 il 5 aya yaxın davamiyyət olub və 2025-ci ilin 14 may yaşla əlaqədar təqaüdə göndərilmişəm. Hal-hazırda Vəkillər Kollegiyasının üzvüyəm, 14 saylı vəkil bürosunun vəkiliyəm.